Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Salam, hər kəs. Bugünkü videomuzda 4 may 2026-cı il tarixi üçün Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında ətraflı məlumat verəcəyik. Milli Hidrometeorologiya Xidmətinin ilkin məlumatlarına əsasən ölkə ərazisində hava şəraitinin əsasən dəyişkən buludlu keçəcəyi gözlənilir. Gün ərzində bəzi bölgələrdə günəşli hava üstünlüyü təşkil etsə də müəyyən saatlarda buludluluğun artacağı ehtimal olunur. Paytaxt Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə oluna bilər. Gün ərzində isə hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək ki, bu da havada müəyyən sərinlik hissi yarada bilər. Temperatur gecə saatlarında 10-14 dərəcə isti, gündüz isə 18-22 dərəcə isti arasında dəyişəcək. Abşeron yarımadasında atmosfer təzyiqi normaya yaxın olacaq. Nisbi rütubət isə gecə saatlarında 70-80%, gündüz isə 50-60% civarında gözlənilir. Bu da xüsusilə səhər və axşam saatlarında havanın bir qədər rütubətli hiss olmasına səbəb ola bilər. Azərbaycanın bölgələrinə gəldikdə isə əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda günün ikinci yarısında qısa müddətli yağış və şimşək ehtimalı var. Ayrı-ayrı yerlərdə yağışın intensivliyi qısa müddətli artsa da ümumi hava şəraitinə ciddi təsir etməyəcək. Qərb bölgələrində, o cümlədən Gəncə Qazax zonasında temperatur gündüz saatlarında 20-25 dərəcə isti arasında olacaq. Gecə saatlarında isə 9-13 dərəcə isti gözlənilir. Bu bölgədə də əsasən sabit hava şəraiti hökm sürəcək. Şimal bölgələrində, xüsusilə Qubal-Qusar və Xaçmaz istiqamətində hava bir qədər dəyişkən olacaq. Günün ikinci yarısında qısa müddətli yağış ehtimalı mövcuddur. Temperatur gündüz 17-21 dərəcə, gecə isə 8-12 dərəcə isti arasında dəyişəcək. Cənub bölgələrində, o cümlədən Lənkəran və Astara ərazilərində hava əsasən mülayim və nisbətən rütubətli keçəcək. Burada temperatur gündüz 18-22 dərəcə, gecə isə 12-15 dərəcə isti olacaq. Bəzi ərazilərdə zəif yağış ehtimalı da istisna olunmur. Dağlıq rayonlarda, xüsusilə Qarabağa və Şərqi Zəngəzur zonasında hava şəraiti daha dəyişkən olacaq. Günün ikinci yarısında qısa müddətli yağış və şimşək müşahidə oluna bilər. Yüksək dağlıq ərazilərdə gecə temperaturu 3-6 dərəcə, gündüz isə 10-15 dərəcə isti təşkil edəcək. Ümumilikdə 4 may 2026-cı il üçün Azərbaycan ərazisində hava şəraiti sabit və mülayim qiymətləndirilir. Kəskin hava hadisələri gözlənilir. Lakin dağlıq ərazilərdə qısa müddətli yağışlar səbəbilə ehtiyatlı olmaq tövsiyə olunur. Sonda isə xatırladaq ki, hava proqnozları dəyişə bilər. Ona görə də gün ərzində yenilənən məlumatları izləmək faydalı olar. Videonu bəyəndinizsə kanala abunə olub videonu paylaşmağı unutmayın. Hava ilə bağlı ən son və dəqiq məlumatları sizə çatdırmağa davam edəcəyik.